İmam-ı Şafii rahmetullahi aleyh tələbəsi Müzəniyə nəsihət edərək belə buyurur. İttəqilləh, Allahdan qorx, və məssilil axirətə fi qalbikə, axirəti qəlbində təsəvvür et, və cəalil məvtə nusbə ayneykə, ölümü iki gözünün önündə tut, və lə tənsə məvqifəkə beynə yedəyilləhi azza və cəllə, Allah azza və cəllənin önündə duracağını unutma. Və kun minallahi teala ala vəcəlin, Allahdan qorxu içində ol. Və citənib məhariməhu, Allahın haram buyurduğu şeylərdən uzaq dur. Və əddi fəraidahu, onun fərzlərini yerinə gətir. Və kun minəl haqqı haythu kənə, haqq harada olsa sən onunla bərabər ol. Və lə təstasğirənnə ni'əməllahi aleykə və in qallət. Allahın sənin üzərindəki neymətləri az olsa belə, sən o neymətləri əsla və əsla kiçik görmə. Və qabilhə büşşükri, sən o neymətlərə qarşı şükür edərək müqabilə et. Və yekun sumtukə təfəkkürən, qoy sənin susqunluğun təfəkkür olsun. Və kəlamukə zikran, sənin kəlamın zikir olsun. Və nəzarukə ibrətən, sənin baxışın ibrət nəzəri olsun. U'fu ammən zaləməkə, sənə zülm edən kimsəni bağışla. وَصِلْ مَنْ قَطَعِكَ, səninlə əlaqəsini kəsən kimsəni sən ziyarət et. وَأَحْسِنْ إِلَى مَنْ أَسَاءَ إِلَيْكَ, sənə pislik edən kimsəyə qarşı sən yaxşılıq et. وَاصْبِرْ عَلَى النَّائِبَاتِ, sənin başına gələn bəla və sıxıntılara qarşı səbr et. وَاسْتَعِذْ بِاللَّهِ مِنَ النَّارِ بِالتَّقْوَى, təqvalı olmaqla cəhənnəm ateşindən Allah-u Teala'ya sığın. وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.